Hər birinizi xoş gördüm dəyərli 24 News izləyiciləri. Mən Elminaz Osmanova. Sizləri Gəncin Yolu adlı verilişimizdən salamlayırıq. Bu veriliş boyunca biz uğur əldə edən gəncləri verilişimizə dəvət edib onların hansı çətinliklərdən keçdiyi haqqında söhbət etməkdir. Məqsədimiz isə gənclərə ilham vermək və onlar üçün hansı sahənin daha uyğun olduğunu onların tapması üçün əlverişli etməkdir. Bugünkü qonaqlarımız isə iki gənc uğurlu müəllimlərdir. Sevinç Namazova və Rahidə Yusubova. Gəlin birlikdə onları tanıyaq. Xoş gördüm hər birinizi. Dəvətimizi qəbul edib gəldiyiniz üçün hər ikinizə təşəkkür edirəm. İstərdim ki, əvvəlcə özünüzü təqdim edəsiniz. Mən təşəkkür edirəm dəvətiniz üçün. Çox xoşdur burada sizinlə birlikdə olmaq və suallarınıza cavab vermək. Mən Sevinç Namazova. Artıq 4 ildən çoxdur ki, ingilis və gürcü dilləri tədris edirəm və əlimdən gəldiyi qədər tələbələrimə dil öyrətməklə yanaşı eyni zamanda motivasiya da verməyə çalışıram. Və çalışıram ki, onların bu tələbəlik müddətində onlara yetəri qədər dəstək olum. Təşəkkürlər. Çox təşəkkür edirəm Elminaz bu dəyərli veriliş üçün və bizi dəvət etdiyin üçün. Mənim adım Rahidə, 22 yaşım var. İl Dövlət Universitetində Riyaziyyat Fakültəsi üzrə təhsil alıram və 3 ildən artıqdır ki, Marneolda yerləşən Sofopolis mərkəzində həm əyani, həm də fiziki olaraq verbal dərslər tədris edirəm. Təşəkkürlər özünüzü təqdim etdiyiniz üçün. Əvvəlcə biz bilirik ki, hər bir uğurlu yol, hər bir məqsəd müəyyən bir hədəflərdən keçir və bir qərarı alanda bizə kimlərinsə töhfəsi olmuş olur. Bəs sizə müəllim olmağı kim tövsiyə etdi və kimdən ilhamlanaraq müəllim olmaq yolunu seçdiniz? Düşünürəm ki, müəllimliyi mən seçmədim. Müəllimliyin özü gəldi, məni seçdi. Çünki mən müəllim ailəsində dünyaya göz açmışam. Dünyaya gəldim, mənim babam coğrafiya müəllimidir. Babamı gördüm, onun uşaqlara olan sevgisi, öz işinə olan məsuliyyəti məni daim həvəsləndirdi bu peşəyə, belə deyim. Ancaq deməzdim ki, elə iməni burada qərar verdim mən müəllim olmağa. Balaca vaxtından hər zaman uşaqlara nəyisə öyrətməyi, bildiklərimi hər kəslə paylaşmağı çox sevmişəm. Mənim hobimdir deyə bilərəm. Ancaq anamın da rolu bu yolda çox oldu. Düşünürəm ki, bütün valideynlər buna çox önəm verməlidirlər. Uşaqlarını balaca vaxtından analiz etməlidirlər. Necə ki, mənim anam məni analiz etdi və dedi ki, sən məncə müəllim olmalısan, çünki sənin bu bacarıqların var. Ancaq tam qərarı İlya Dövlət Universitetinin hazırlığına qəbul olduqda verdim. Hər birimizin də bildiyi kimi İlya Dövlət Universitetində hazırlıq yetəri qədər çətindir. Hələ də ki, sən gürcü dilini bilmirsənsə, ümumiyyətlə çətindir. Mən orada qərar verdim ki, mən gürcü dilini çox yaxşı öyrənib, daha sonrasında daha yaxşı öyrətməyə çalışacağam. Çünki düşünürəm ki, gənclərimizin hal-hazırda ən böyük problemlərindən biri budur. Təşəkkürlər. Bəs siz hardan ilham aldınız? Əlbəttə, mənim üçün də biraz oxşar variantlar idi. Bir gecədə və ya tək bir fikirdə baş verən bir seçim deyildi. Bu çox uzun bir müddət aldı. Mən əvvəlcə özümdə bu işə öz potensialımı kəşf etməklə başladım. Məndə bir xüsusiyyət var idi, hansı ki, özüm də çox sevirdim. Öyrənməkdən çox öyrətmək. Bu sadəcə dərs sahəsində, elm sahəsində deyildi. Hər hansı bir iş olsun, məsələn, təsadüfən kimsə məndən nəyisə soruşmuş olsun, hər hansı bir mövzuda çalışırdım ki, maksimum əlimdən gəldiyi qədər o insanlara düzgün yolu göstərəm və nəyisə öyrədəm. Amma bunu optimal şəkildə və təbii ki, bu prosesdə mənə ailəm çox dəstək oldu. Həmçinin mənim öz nənəm də müəllimə idi. Hətta 2 nənələrim, ikisi də müəllimə idi. Mənə çox dəstək olurdular. Mən də özümdə bu işığı gördüyüm üçün və bu sahə üzrə davam etdirməyi qərarı aldım. Bir sonraki həyatımın bütün etaplarında istədim ki, müəllimlik olsun və ən əsası da gələcək nəslə, tələbələrə, cəmiyyətimizə nəyisə qatmağı özümə borc bildim. Yəni, madəm ki, özümdə belə bir qabiliyyət var idi və bunu aşkara çıxardım, niyə də ki, başqalarına mən bunu aşılamayım? Yəni, belə fikirləşdim və bu yolda və bu şəkildə davam edirəm. Bildiyimiz kimi, hər kəs, potensialı olan hər kəs universitetə qəbul ola bilər, hətta diplom da ala bilər. Lakin uğur əldə etmək o qədər də asan bir məsələ deyil. Siz gənc yaşda, gənc müəllim olaraq uğur əldə edibsiniz artıq. Sizcə bu uğurunuzun sirri nədir?
İlk öncə çox təşəkkür edirəm uğurlu olaraq gördüyün üçün Elminaz. Ancaq deməzdim ki, mən özümü tamamilə 100% şəkildə uğurlu adlandırıram. Çünki yenə anamdan nümunə gətirmək istəyirəm. Hər zaman mən bu yola addım atandan anam hər zaman dedi ki, ağac nə qədər bar versə başını aşağı əyər, nə qədər uğurlu olursansa ol, heç zaman. Demək ki, mən tamam. Hər zaman yeni addımlar atmağa çalış, yeni uğurlar əldə etməyə çalış. Amma əgər sən məni belə görürsənsə, cavab olaraq deyərdim ki, yəqin ki, disiplin. Disiplin deyərdim, çünki motivasiya təəssüf ki, insanda hər zaman olmur. Amma disiplinin varsa əgər, sən hər zaman davam edirsən. Elə bil özündə onu məcburiyyət olaraq görürsən ki, sən davam etməlisən. Sənin başqa yolun yoxdur, sənin başqa çarən yoxdur. Və düşünürəm ki, özünlə etdiyin rəqabət, mən bu fikirlə razı deyiləm. Hal-hazırda məktəblərimizin çoxunda müəllimlər bu variantı əl atırlar ki, uşağı digər uşaqla müqayisə edirlər. Ki, rəqabət olsun və uşaq daha çox oxusun. Mən bu fikirlə heç vaxt razı olmamışam. Çünki əgər həmin yerdə rəqabət varsa, insanın özünə yetməməzlik duyğusu da var və yetməməzlik duyğusu da heç zaman bizi uğura apara bilməz. Mən hər zaman düşünmüşəm ki, bir insanda rəqabət olmalıdır, ancaq sadəcə və sadəcə özü ilə. Dünənki özünü, bugünkü özünlə hər zaman müqayisə etməlisən. O zaman düşünürəm ki, uğura çatmaq da asandır. Təşəkkürlər. Bəs sizin sirriniz nə idi uğura gedən yolda? Mənim üçün uğura gedən yolda mənim tək bir sirrim var idi. Hər şeyin ən optimalını eləmək, hər şeyi ən yaxşı şəkildə ortaya qoymaq. Yəni təbii ki, mümkün deyil insan qüsursuz olsun, amma biz çalışa bilərik ki, yəni həmin işi optimal şəkildə həyata keçirək və ən əsası burada digər bir faktor var, hansı ki, etdiyin işə sevgi ilə yanaşmaq. Necə ki, az öncə dedim, öz işimi çox sevirdim, öz potensialımı kəşf etdikdən sonra və artıq bunun içinə sevgi, disiplin də qatdıqda ardı-ardıca gəlir. Yəni uğurun sirri bunlardır mənim fikrimcə. Təbii ki, hər bir iş bizə müəyyən bir təcrübələr qatır. Öyrəndiyimiz anda, öyrətdiyimiz anların hər birində həmçinin özümüz də öyrənirik. Bəs bu etapda siz çox şəkildə müasir gənclərlə işləyirsiniz, onlara dərs tədris edirsiniz. Sizə müasir gənclər nə qatdı, onlardan nə öyrəndiniz? Yaxşı sualdır, maraqlı sualdır. Mən hər zaman düşünürəm ki, insan bir yola qədər, bir yerə qədər öyrənmir. Ömrünün sonuna qədər öyrənməyə davam edir və mən gənclərdən düşünürəm ki, ən böyük öyrəndiyim şey, onu da qeyd etmək istəyirəm ki, mən ən çox universitet tələbələri ilə işləyirəm. Əsasən də İlya Dövlət Universitetinin tələbələri ilə işləyirəm və onlardan öyrəndiyim ən böyük şey nə olursa olsun, başladığın yolu yarımçıq qoymamaqdır məncə. Çünki hər ikiniz də İlya Dövlət Universitetində təhsil alırsınız və bilirsiniz ki, nə qədər çətin bir yoldur həqiqətən. Ancaq nə olursa olsun o çətinlikdən üz döndərməmək. Bax, mən gənclərdən, tələbələrimdən düşünürəm ki, ən çox bunu öyrəndim. Və tələbələri də qoysaq bir kənara, evdar xanımlardan da mən bunu öyrəndim. Çünki mən eyni zamanda evdar xanımlarla da işləyirəm. Hətta deyərdim ki, ən çox onlarla işləmək mənə zövq verir, məni qürurlandırır ki, çünki onların ailədə məsuliyyətləri, görəcəyi işləri yetər qədər böyükdür və yetər qədər çoxdur. O məsuliyyətin arasında bu işə vaxt ayırmaqları mənə onu öyrətdi ki, vaxtım yoxdur sözü tamamilə bəhanədir. Təşəkkürlər. Və siz? Mənim üçün yeni tələbələr, yeni insanlarla tanış olmaq mənə özümdə də daha çevik olmağı, daha sürətli olmağı, daha kreativ olmağı, nələrəsə daha çox maraqlanmağı qatdı. Çünki biz tədris zamanı artıq elə bir müasir, texnologiyalı bir dövrdə yaşayırıq ki, texnologiya maksimum şəkildə inkişaf etdiyi bir dövrdə. Biz artıq tələbələrlə işləyərkən lazımdır yeni ideyalar irəli sürməyə, kreativ düşüncələr, uşaqlarla eyni zamanda hər hansı bir problemləri birlikdə
həll etmək və bunlar sayəsində əslində özümü də gəlişdirdim. Bu elə bir layihədir ki, sadəcə uşaqlar deyil, eyni zamanda müəllim də özünü müəyyən səviyyədə gəlişdirir. Yəni bu cür uşaqlarla işləmək, ümumiyyətlə uşaqlarla işləmək bir yerdə mənim özümü də gəlişdirdi. Çünki mən artıq baxıram, doğrudur, çox az bir müddətdir fəaliyyət göstərirəm. Daha uzun müddət fəaliyyət göstərən müəllimələrimiz var, məndən daha təcrübəli. Mən ilk dərs keçdiyim vaxtlara baxanda və hal-hazırda olduğum vəziyyətə baxanda özüm də görürəm, istər metodlarım olsun, istər uşaqla davranış qaydaları, hər cür dərsə aid olan hər bir şeydə özümü daha çox gəlişdirmişəm. Və bu da təbii ki, uşaqların sayəsindədir. Birlikdə biz böyük bir iş görürük eyni zamanda. Təbriklər, uğurlar arzu edirəm. Bəs tələbələriniz arasında sizi ən çox qürurlandıran uğur hekayəsi varmı? Demək olar ki, bu son 3-4 ildə mənim tələbələrimin bir çoxu böyük uğurlar qazandı. Ard-arda 2 dəfə verbal üzrə Gürcüstan rekordu əldə etdik. Bu hamımızın birlikdə çalışmasının, yaxşı, əzmli, inamlı çalışmağın nəticəsi idi. Onların əksəriyyəti hamısı mənim yanıma hazırlığa gələndə, mənimlə birlikdə hazırlanmağa başlayanda çox belə deyim, sakit, çox özünə qapalı formada, biraz da imtahan stresi, o mühit, o şərait onları biraz qorxudurdu. Çünki bu özləri də bilir ki, yəni imtahanlar nə dərəcədə onların həyatında böyük bir rol oynayır. Həyəcanlanırdılar əlbəttə, müəyyən streslər, faktorlar var idi. Ancaq biz bunları birlikdə aşdıq və hər birinin uğuru həqiqətən mənim üçün çox sevindirici idi. Çox oldu uğurları və hər biri də mənim üçün çox dəyərlidir, belə deyim. Bəs sizin tələbələriniz arasında sizi ən çox qürurlandıran hekayə varmı? Bəli, az əvvəl də sənin vurğuladığın kimi hər kəs universitetə qəbul ola bilər, amma hər kəs təəssüf ki, davam edə bilmir. Düşünürəm ki, universitetə qəbul olmaqdan başqa, təbii ki, bu çox böyük bir uğurdur, universitetə qəbul olmaq. Universitetə qəbul olduqdan sonra bizim hazırlıq periodumuz olur və hazırlıqdan sonra birinci kursa keçmək də eyni ilə universitetə qəbul olmaq qədər böyük bir uğurdur deyə düşünürəm. Və Rahidənin də vurğuladığı kimi, uşaqlar həqiqətən mənim də yanıma gəldikləri zaman özgüvənsiz şəkildə olurlar. Çünki dili bilmədikləri üçün özlərini yetəri qədər özgüvənli hiss edə bilmirlər və sadəcə bir neçə ayın içərisində onların o qədər özgüvənli olmaları və dili o qədər axıcı şəkildə öyrənməkləri və uğurlu nəticələr əldə etməyi düşünürəm ki, ən böyük uğurumuzdur. Sadəcə olaraq bir tələbə heç ağlımdan çıxmır, yeni başlamışdım daha. Azərbaycandan qoşulmuşdu, Tibb Universitetinə qəbul olmuşdu Gürcüstanda və dili heç bilmirdi, 0 səviyyədə bilirdi və Tibb Universitetində oxuyasıdır bu qız. Və mənə yazdı ki, mən nə qədər aya öyrənə bilərəm? Ən çox mənə gələn sual budur. O qədər çox istəyərdim ki, bunu tələbələrə əvvəlcədən deyəm ki, 2 aya, 3 aya. Amma təəssüf ki, bunu deyə bilmirəm. Və mən niyəsə orada ona dedim 3 aya. Amma heç səviyyəsini bilmirəm, 0 səviyyədir. Heç səviyyəsini bilmirəm, yoxlamamışam. Necə öyrənə bilər, necə inkişaf eləyə bilər? Tələbə həqiqətən də özünü 3 ay yarıma tam bir formalaşdırdı və universitetdə təhsil ala biləcək səviyyəyə gəldi. Bu mənim üçün çox böyük bir uğur idi. Çünki artıq yetərli qədər səviyyəyə gəlmişdi və gürcü dilində cümlə qura bilirdi və universitetdə gürcülərlə birlikdə oxuya bilirdi. Məlum olduğu kimi siz artıq özünüz öz mərkəzinizi qurubsunuz və öz mərkəzinizdə dərsləri tədris edirsiniz. Bəs bu mərkəzi qurmaq ideyası sizə hardan gəldi və bu mərkəzi qurarkən hansı çətinliklərdən keçdiniz? Bu mərkəzi qurmaq ideyası mənim sinif yoldaşımdan gəldi. Mən hazırlığı yeni bitirmişdim. İlyada hazırlığı yeni bitirmişdim və belə bir ideyam heç yox idi. Mən dediyim kimi balaca vaxtdan öyrətməyi hər zaman çox sevmişəm və hər zaman mənə suallar verirdi. Özü başqa universitetdə təhsil alırdı. Hər zaman mənə suallar verirdi və səbrlə onu izah etməyə çalışırdım. Başlayırdım bunu daha asan formada ona izah edim və mənə bir gün dedi ki, nəyə görə uşaqlara dərs keçmirsən? Əgər səndə bu potensial varsa, nəyə görə başlamırsan? Və mən o an çox qorxdum. Çünki heç belə bir
fikir ağlıma gəlməmişdi. Bəli, mən kəndimizdə olan uşaqları öyrədirdim. Hətta balaca olanda lövhələr falan düzəldirdim, onlara dərs keçirdim. Halbuki özüm də balacaydım. Sadəcə belə bir ideya heç ağlıma gəlməmişdi və bu məni çox qorxutdu. Ancaq mənə çox dəstək oldu. Mənə ideyalarla gəldi. Hətta mənim birinci adım Sevinclə başla olub. Sevinc Akademi deyil. O ideya da ondan gəldi ki, sən sevinclə başla. Nə bilim, motivasiyalı olmağa sevinclə başla, ingilis dilinə sevinclə başla, gürcü dilinə sevinclə başla. Mənə ideya verdi. Hətta Instagram açmağımı dedi. Mən ilk dəfə o paylaşdı. Dedi ki, sənə tələbələr taparıq və mənim ilk tələbələrim kəndimizdə olan balaca uşaqlar oldu. Hansı ki, onlara ödənişsiz şəkildə gürcü dili öyrədirdim. Onlarda olan o özümə qarşı sevgiyi gördükdən sonra düşündüm ki, artıq bu yolda həqiqətən də davam etməliyəm və ilk tələbəm real şəkildə ilk tələbəm Marneolidən idi, bir qadın, 45 yaşında. Azərbaycanda təhsil alıb gəlmişdi universitetdə, ancaq gürcü dilini bilmədiyi üçün iş tapa bilmirdi. 18 yaşında bir qız olaraq 45 yaşında bir qadına dərs keçmək məni biraz qorxutmuşdu. Ancaq 2 ay ərzində onunla da uğurlu nəticə əldə etdikdən sonra düşündüm ki, niyə də yox, niyə də davam etməyim, əgər bizdə alınırsa, uğurlu nəticələr əldə edə biliriksə. Uğurlar arzu edirik. Çox təşəkkür edirəm. Məlum olduğu kimi sizdə verbal hissəyə ümumi qabiliyyət imtahanları, vahid milli imtahanları abituriyentlər hazırlayırsınız. Bu abituriyentlər üçün də bu vahid milli imtahanların etapı çox ciddi bir məsuliyyətdir və bu dövrdə onların motivasiyayı itirdiyi vaxtlar çox olur və onlar motivasiyayı itirdiyi vaxtlar onların o motivasiyayı itirdikləri ruhi vəziyyətləri ilə siz necə mübarizə aparırsınız, onlara nə tər ruhlandırmağa çalışırsınız? Motivasiya haqqında danışmağı mən özüm də çox sevirəm. Ancaq belə bir reallıq var ki, biz insanıq və həyatda bir çox şeyə məruz qala bilərik. Stres faktorları, müəyyən işlər qaydasında getməyə bilər, müəyyən yenə nələrsə baş verə bilər. Yəni robot deyilik. Ha vaxtsa həyatın nə vaxtsa bir nöqtəsində biz bunlara məruz qalırıq. Tələbələr də buna daxildir. Burada önəmli olan şey motivasiyadan çox disiplindir. Əgər bizdə motivasiyanın əvəzinə daha çox disiplin varsa, nə olur olsun, biz o disiplinlə eyni tempdə davam edirik. Yəni mən həyatda özümdə ən çox disiplinin olduğuna inanıram və çalışıram disiplin mənim həyatımın hər bir nöqtəsində, hər bir bucağında olsun və bunu da bu şəkildə tələbələrimə aşılamağa çalışıram. Hətta bu stres, bu belə deyim, qorxu elə bir faktordur ki, ola bilər yönətilməsə, üstünə çox düşülməsə, bəzən müəllim və tələbə arasında belə aqressiya yarada bilər və başqa-başqa problemlərə yol aça bilər. Mən buna görə hər dəfə özüm də dərsə başlamazdan əvvəl bir 5 dəqiqə, 10 dəqiqə uşaqlarla mütləq şəkildə disiplin haqqında, motivasiya haqqında danışıqlar keçirirəm. Və motivasiyadan çox bizə lazım olanın əslində disiplin olduğunu vurğulayıram. Nə qədər zorluqlar da yaşasaq, belə deyim, nə qədər stresli də olsaq, müəyyən şəraitlərdə işləməyə, çalışmağa, oxumağa məcbur da qalsaq, əsla və əsla disiplini itirməməliyik. Çünki yalnız disiplin bizə nəyisə inşa edə bilər. Başqa heç bir şey. Bəli, tamamilə qatılıram sizə. Gürcüstanda yaşayan Azərbaycanlı gənclərin təhsil sahəsində əsas problemi sizin fikrinizcə nədir? Gürcüstanda yaşayan Azərbaycanlıların ən böyük problemi gürcü dilini bilməməkləridir. Düşünürəm ki, bu sadəcə tələbələrin deyil, ümumiyyətlə hər kəsin, Gürcüstanda yaşayan, gürcü dilini bilməyən hər kəsin problemidir. Ümumiyyətlə, gürcü cəmiyyətində əgər aktiv olmaq istəyiriksə, öz sözümüzü deməyi bacarmaq istəyiriksə, o zaman mütləq şəkildə gürcü dilini bilməliyik. Eyni şəkildə qarşılıqlı olmalıdır deyə düşünürəm. Gürcülər məsələn Azərbaycan dilini öyrənməyi çox istəyirlər. Mən onlardan soruşduğum zaman ki, nəyə görə siz Azərbaycan dilini öyrənmək istəyirsiniz? Dedilər ki, çünki hörmət üçün, tolerantlıq üçün bu çox önəmlidir. Çünki biz bir-birimizin mədəniyyətimizi, dilimizi bilməsək, bir-birimizlə yaxın ola bilmərik və aktiv ola bilmərik. Bəli. Sizin fikrinizcə uğurlu gəncləri digər tələbələrinizdən fərqləndirən əsas xüsusiyyəti nədir? Əlbəttə çalışmaları, inamla, zəhmətlə davam etmələri. Bir nöqtədə az öncə dediyim kimi ola bilər qarşımıza müəyyən bariyerlər çıxsın, müəyyən çətinliklər çıxsın. Önəmli olan buraxmamaqdır. Yəni
belə deyim, vaz keçməməkdir. İnamla, əzmlə davam etmək ən vacib məsələ budur və xəyal etmək ən əsası, istədiyimiz bir şeyi xəyal etmək. Bu da əslində nə isə əldə etmənin belə deyək yarısıdır. Xəyal eləyəsən əlbəttə və daha sonra bunun üzərində mütləq şəkildə işlər aparmasan. Vaz keçməmək çox sadə bir şəkildə desək. Bizi buradan izləyən bir çox gənclərimiz var. Onların bəziləri tələbədir, bəziləri abituriyentlərdir. Onlar üçün hansı məsləhətləri görərsiniz gələcəkdə uğurlu olmaları üçün? Bilmirəm, məsləhət olaraq deməzdim əslində. Sadəcə böyük bacıları olaraq demək istəyərdim ki, sadəcə öz yollarına baxsınlar. Heç kəsin dediklərinə qulaq asmasınlar. Çünki çox yaxşı xatırlayıram, mən universitetə qəbul olduğum zaman bizim qonşumuz var idi, hansı ki o da tələbə idi. Mənə demişdi ki, İlya Dövlət Universitetində uğurlu olacağını düşünmürəm, çünki çox çətindir. Məsələn, mən ondan sonra çox ruhdan düşdüm. Daha sonra düşündüm ki, niyə də uğurlu olmayım? Niyə də daha çox çalışmayım? Və eyni zamanda təəssüflər olsun ki, məktəblərdəki müəllimlərimiz, sinif yoldaşlarımız, ailə üzvləriniz ola bilər. Hər kəs sizi ruhdan salacaq bir cümlə deyə bilər. Sürücülük vəsiqəsi ala bilərsən, deyəcək qızsan bu sürücülük vəsiqəsi nəyinə lazımdır. Öz kursunu aça bilərsən, deyəcəklər nəyinə lazımdır. Biznes qura bilərsən, deyəcəklər nəyinə lazımdır. Heç kəsə qulaq asmayın. Uğursuzluq da sizindir, uğur da sizindir. Sadəcə insan hədəfini qoymalıdır. Rahidənin də vurğuladığı kimi xəyal qurmalıdır. Çünki hər şey xəyal qurmaqdan başlayır. Məsələn, bugünkü mən balaca vaxtı xəyalını qurduğum mənəm. Tamamilə hər nöqtəsinə, hər zərrəsinə qədər. Xəyal qurun, heç kəsə fikir verməyin, qulaq asmayın. Sadəcə öz yolunuza baxın, özünüzü təkmilləşdirin, kitablar oxuyun və uğurlu olmaq üçün hər gün çalışın. Bəs sizin tövsiyəniz nə olardı bizi izləyən gənclərə? Mənimki də əslində Sevincinki kimi eynidir. Davam eləsinlər. Nə olur olsun, davam eləsinlər. Öz istəklərini, öz xəyallarını möhkəm tutsunlar. Axıra qədər mübarizə aparsınlar. Və mən inanıram ki, öz potensiallarını da tapdıqdan sonra o içlərindəki əsl məni, əsl gücü kəşf etdikdən sonra hər şey öz ardınca gələcək. Təşəkkür edirəm hər birinizə. Bəli, dəyərli tamaşaçılarımız, qonaqlarımızın hər ikisinə səmimi cavablar üçün təşəkkürümüzü bildiririk və yavaş-yavaş artıq verilişimizin sonuna gəlirik. Bu veriliş nəticəsində biz artıq bir daha dərk etdik ki, müəllimlik sadəcə bir peşə deyil, bir missiyadır, hansı ki, hər bir müəllim, hər bir şagirdin gələcəyinə toxunur. Gələcəyə toxunan, inkişaf etmiş müəllimlərin biz şagirdlər, tələbələr, gənclər olaraq çox olmasını arzu edirik. Növbəti real uğur hekayələrində görüşənədək sağ olun, xoş qalın.